Hamda salam dostlar. Bu günləri ani bir vəziyyətdə videonu çəkəcəm. Bugün ayın 27'si, amma bu videonu 28'i baxacaqsınız. Bu günləri sizlərlə ördəyin yumurtlarını yoxlayacağıq və geri qalanını da videoda izləyin. Kanala abunə olub like atmağı unutmayın və yorumlarda maşallah yazmağı unutmayın. Şimdi qapını bağlayaq. İşığı yandırım. Şimdi ördeği durğuzum, videonu saxlayıb. Durğuzum ördeği. Altında 5 adet ördək yumurtası, 3 adet də 5 adet qaz yumurtası, 3 adet ördək yumurtası var. Şimdi yoxlayaq, baxaq neçəsi dolu, neçəsi boşdur. Qaz yumurtasına başladım. Bu xarab olub. Xarabdır. İkincisine baxaq. Bunun içinde var bir dolu. Bunun içinde de var ikinci dolu. Bala gazının yumurtaların ikisi de doldu. Dostlar, bu toyuq kürt oturmadı. Daha doğrusu oturmuştu, indi ayıldı kürtdən. Altında da ama yumurta var. Yumurtaların birini lox etdi, xarab etdi yani. Bakın bu yağın toxumsuz olub, içinde yoktu. Biri kaldı. Bunun içinde de var. İndi ördək yumurtalarına baxmasam da bilərəm, hamısı doludur. İndi baxaq. Baxın dostlar, bu doludur. Bu da doludur. Bu da doludur. 2 adet loxumuz oldu. İndi bunu qazların yuvasına koyacağıq, fol yumurta kimi. Bunlar qalsın bir qıraqda. Bu toyuq oturmadı. Hem yumurtalar da xarab etdi. Baxın dostlar, ayaq üstə durub dayanıb. Yumurtalar ama istidir. Bunları da baxın ördəyin altına sığışar məncə. 6 adet yumurta qaldı altında. Bunlar da olsun 9 adet olacaq, məncə sığışar. Altında olanlardan bir dənə artı olacaq. Bunlara yazı yazım ki bunlar geç çıxacaq. İndi bilmirəm necə olacaqsa. Necə olacaqsa onu bilmirəm. Geç çıxacaq deyə yəni. Toyuğun altına koyduğum təzə yumurtalardan xarab oldu. Baxaq bunların içində nəsə başlayıb iş. Bunda məncə var. Bunda yoxdur yəqin ki, ya da hissetməyib yaxşı. Bunda da var. Bu ikisində var məncə. İndi baxacağıq 3-4 günə. Qoyaq ördəyin altına bunları da. Çox olmadı. Belə baxın, lap çox da deyil. Toyuq da geçsin. Ama bu toyuq oturub bu toyuq. Neyse, ördeği de getirim otursun yuvasında. Qaz yumurtlamağa oturub içeride, onu da gösterim size. Diğer yuvanı da töküb üstüne, baxın. Yuvanı dağıtıp töküb, otları da töküb üstüne. Bunlar özlərini gizlədirlər. Bu yuvanı da dağıtıp töküb. Ama özün yuvası, oturduğu yuvada ot çoxdur buradan. Belə olanda arasına nəsə qoymaq lazımdır, amma
Mən heç nə qoymuram. Biri təkər, biri yeşildir. Baxın dostlar. Alıb oradan yuvanı dağıtır. Bu otdu. Bu biraz ikisi de otdu yani. Bu biraz saman kimidir. Bu biraz xırda otdu. Baxın dostlar, ördək oturdu. Yağın kamçı sıvışdı. Toyuğu da buraxa geçsin. İnşallah bu toyuq oturar. Bu toyuğun da 3-4 günə otursa əgər baxarıq yumurtalarına. Neçəsi dolu olub, neçəsi boş olduğuna. İndi buraxaq bu toyuğu da. Baxın, xoruz istəyir. Yəqin ki yumurtaya başlayacaq yaxın zamanda. Getdi, bıraktım, getdi. Qaz yenə başladı üstünü dağıtmağa, yuvanı daha doğrusu dağıtmağa. Ve bakın yumurta varsa burada olmaz çünkü hem açıktı, yoktu. Qaz durdu yuvadan. Yumurta etmişti çünkü. Böyle yumurta edenden sonra qazlar oturur. Qazlar yok. Bütün hayvanlar oturur. Bu qaz yumurtalarının da üstüne qara flomasterlə çoxlayasın ki laf olduğu bilinsin. Koyun yuvaya. Erkek ördək koymur dişi qazlara yapışır. Arkasınca düşüb gəzir. Folluqda oturduğunda qaz, yani yuvada. Orada da rahat koymur. Üstüne çıxır. Yəqin ki dişisini aldığım üçündür. Bəsdir bu qədər. Bu yumurtaları da koyayım ben. Yuvaya. Bu 2 yumurta bu yuvanın da qaz çıxartıp atıp öz yuvasına. Bu qaz çok dağıtır yuvanı. Necə çıxartıp alıp sonra da bilmirəm. Yani başına dartıp atıp. Bu YouTube'lar ikisi. Bunlar ikisi fal yumurtadır. Bunlar da teze yumurtalar ikisi. Ördək də oturdu, genişlənib oturdu. Burada biraz ot koyup toyuqlar üçün folluk olar. Bu yeşil əslində belə olur. Qazı çıxartım böyle. Bu qaz keçənləri çox etmişdi yumurta. Çıxartdım böyle qazı. Həmişə bu yuva belə olurdu, üstü belə yeşillə bağlayırdım, qaranlıq olurdu. Bura daha çox sevirdilər. Kürt toyuq qoyandan sonra bura diğer yuvalara, folluqlara oturdular. Burada bir fol yumurta koyacağım. Üstten alıp koyacağım. Koydum fol yumurta. Ördeği bence hamısını isidər. Yox, hamısını salıb altına. Qalsın ördeği de burada. Cüceləri də sizə yenidən göstəreyim. Cücelərə yumurta verirəm. Hələ də verilməməsi lazımdır, amma mən daha tez böyüsün deyə yumurta verirəm. Yəni suda pişmiş yumurta yemə qarışdırıb verirəm. Yemi necə hazırlayıram? Yumurtanı əzirəm. Sonra üstünə göz qərarı zeytun yağı və göz qərarı sirkə tökürəm. Mesela 2 toyuq yumurtasının üzerine bir kapaq zeytun yağı, bir kapaq da
bir qaşıq deyək, çay qaşığı sirkə töküb yemlə qarışdırıram. Yem sizin istəyinizə görədir. Nə qədər yem tökürsüz. Belə verirəm. Baxın, bu küncə tökmüşəm. Bu dəmirlə taxta arasına. Orada yeyirlər. Burada da adi quru yemləridir. Suları yenə batırıblar bu ördəklər. Baxın, orada yatılar. Bunları bir aya bəlkə böyükləri bir aya yine bıraxaram. Yəqin ki, havalarda isinir. Həm ola bilsin kürdlər çıxsa bunları başqa yerə alaram və bura kürdlər çıxardığı balaları qoyaram. Yəqin ki, ördək və yeni qoyduğum, yəni yeni dediyim o oturan sarı kürd bir vaxtı çıxardar. Bir vaxt çıxartmasa da aralarında 1-2 gün fərq olar, çünki ördəyin bir həftəsidir. Toyuğun da 2 günüdür. 2 günü olmalıdır, səhv etmirəmsə. Bu qədər. Cücələrdə də sizə deyəcəm bir yöntem var. Quyruğu və qanadları daha qısa çıxan xoruz, daha çox çıxanlar isə toyuq olur. İndi məsələn, baxın, bu qabaqdakı bu qanadları və quyruğu qısadır. Pipiyi çıxıb, yəni xoruzdur. Amma eləsi var ki, quyruğu və qanadı uzundur, amma pipiyi də uzundur, yəni xoruz çıxıb. Məncə bu çilli toyuq da xoruzdur. Onun qanadları və quyruğu uzundur. İndi gələn vaxtlarda görəcəyik onu, hansı xoruz, hansı toyuq çıxdığını. Artıq cücələr də böyüyüb, maşallah yazmağı unutmayın. Toyuqlar da, cücələr də artıq əmələ gəliblər, qanad quyruğu çıxartıb, üstlərin, belə tüklərin düzəldirlər. Sonra kəkilli olanlar kəklində qalın tüklər də çıxır. Ördəklərdə elə qalın tük çıxmayıb, amma böyüyüblər. Çox böyüyüblər, maşallah. Cücələr belə keçiblər. Böyük cücələr keçiblər, yəni. Ördəklər belədir, tez böyüyür. Cücələr də biraz inkişaf ördəklərdən daha geç gedir. Baxın dostlar, verdiğim yemləri yeyirlər, yumurtaları falan içindən seçib ayırtıb yeyirlər. Daha çox bunlar yumurtanın sarısını yeyirlər. Yumurtanın sarısı daha çox yağlı olduğu üçün o daha az vitaminlidir. Ağında daha çox vitamin var. Amma bunlar daha çox sarısını sevirlər. Bu videonu tez çektim ki sabaha kalsa bəlkə toyuq heç oturmazdı yumurtaların üstündə. Olan yumurtalar da lox olardı, bəlkə yumurtanın içində bala da var. Ona görə risk atmadım, elə indi çəkdim videonu. Baxın, oturdu. Bu ördək çox yaxşı ördəkdir, mənim xoşum gəlir. 3 illik idi, yəqin ki 3-4 illik. Qoca ördəkdir. Erkeği daha cavandı məncə. 2 yaş yarım belə olar. Mən saxlamamışam deyə dəqiq bilmirəm. Almışam onu, ona görə bilmirəm. Bu videonun da burada sonuna gələk. Gələn videolarda görüşmək ümidi özünüzə yaxşı baxın. Görüşənədək.